İnsan ruhunun ən dərin qatlarına nüfuz edən sənət yorğun qəlbləri dincəldir. Bəzən bir kitabxananın sakitliyi və ya rənglərlə dolu bir rəsm qalereyası ruhun bu ehtiyacına cavab verir. Tony Woods'da səs-küylü şəhərlər, yorucu ekranlar və müasir həyatın təzyiqləri qarşısında dayanan sənətin gücünü elm aləmində sübut etməyə çalışır. London Kral Kollecinin tədqiqatçıları Tony Woods'un rəhbərliyi ilə Courtauld Qalereyasında 18-40 yaş arası 50 nəfər üzərində eksperiment keçiriblər. Onlardan bəziləri qalereyada sənətkarların əsərlərini canlı baxıb, digərləri isə rəsmlərin surətinə laboratoriya şəraitində nəzər yetiriblər. Nəticədə qalereyadakı iştirakçıların kortizol səviyyəsinin 22% azaldığı müşahidə edilib. Rəsmlərin surətinə baxanlarda isə bu göstərici yalnız 8% olub. Qalereyada sənət əsərinə baxan insan həm zehni olaraq bütün diqqətini ona verir, həm də inanılmaz dərəcədə sakitləşir. Onu da qeyd edim ki, bu təsir sənətə nə qədər bələd olmağınızdan asılı deyil. Yəni bu haqda heç nə bilməsəniz də, qalereyaya girib bir tabloya baxmaq ruhunuz və bədəniniz üçün bir növ təbii terapiyadır. Kitabxanalar insan düşüncələrini sakitləşdirdiyi kimi rəsm qalereyaları da bədəni rahatladır. Nəticədə stres səviyyəsi azalır, immun sistemi güclənir. Elə buna görə də insanlar əsrlərdir özlərini tanımaq üçün muzeylərə, kitabxanalara, qalereyalara gedirlər. Bu tədqiqat bir daha göstərir ki, sənət yalnız estetik zövq üçün deyil, həm də insan varlığını tənzimləyən bioloji ritmin bir hissəsidir. Arzu Yusif, Elvin Cəfərov, İsa İsayev, Mədəniyyət xəbərləri.